Uşaq əməyinin qarşısının alınması üçün Dövlət Əmək Müfəttişliyi hansı tədbirlər həyata keçirir? Uşaq əməyinin istismarının qarşısının alınması, 15-18 yaş arası işləyən yeniyetmələr arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, eləcə də uşaqların əmək hüquqlarının tənzimlənməsi Dövlət Əmək Müfəttişliyi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə xidmət tərəfindən mütəmadi olaraq maarifləndirici və profilaktik tədbirlər həyata keçirilir. Tədbirlər zamanı iştirakçılara uşaq əməyinin istismarına qarşı mübarizə, təhlükəsiz əmək şəraitinin təmin olunması, əməyin mühafizəsi və uşaqların hüquqlarının müdafiəsi mövzularında məlumatlar verilir. Həmçinin maarifləndirici materiallar və video çarxlar təqdim olunur. Eyni zamanda əmək və məşğulluq alt sistemində müvafiq funksionallıq tətbiq edilir. Artıq 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideyninin, qəyyumunun və ya qanuni nümayəndəsinin yazılı razılığı sistemə əlavə edilməlidir. Bu mexanizm yeniyetmələrin hüquqlarının qorunması və əmək münasibətlərinin qanuni əsasda tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsədimiz uşaqların təhsildən yayınmasının və erkən yaşda əmək fəaliyyətinə cəlb edilməsinin qarşısını almaq, onların sağlam və təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsini təmin etməkdir.